Vətəndaşlar, bugün biz bu iki gəncin nigahını rəsmən təsdiqləmək üçün bura toplaşmışıq. Amma sevgi və kədər, sevinç və üzüntü, var-dövlət və yoxsulluq içində yaşamağa razı olub olmadıqlarını soruşmazdan əvvəl valideynlərə müraciət eləmək istəyirəm. Siz, gəlinin valideynləri, qızınız üçün çətin hamiləliyə, riskli doğuşa, orqanizmdə gözlənilməz dəyişikliklərə razısınızmı? Bəs siz, bəyin valideynləri, nəvələrinizin xəstəxana və klinikalarda qalmasına, talasemiya, şizofreniya, mərkəzi sinir sisteminin zədələnməsi, beyin pozğunluğu və epilepsiya kimi diaqnozlara razısınızmı? Qohumlar arasında nigah müxtəlif genetik və immun xəstəliklərə səbəb olur. Sağlam gələcək üçün doğru qərar verək, dünyaya sağlam körpələr gətirək.